Biri var idi, biri yox idi. Uca dağın ətəyində bir kənd var idi. Bu kənddə qoca bir qarı öz nəvəsi ilə yaşayırdı. Nəvəsi o qədər balaca idi ki, hamı ona cırtdan deyirdi. Bir gün cırtdan görür ki, qonşu uşaqları meşəyə odun yığmağa gedirlər. Cırtdan tez gedib nənəsindən soruşur. Nənə, ay nənə, uşaqlar meşəyə odun yığmağa gedirlər. Olar mən də onlarla gedim? Olar, canım balam. Gəl əvvəlcə sizə çörək büküm. Meşədə acanda yeyərsiz. Qarı nənə uşaqları yola salır, cırtdanı da onlara tapşırır. Uşaqlar birlikdə üz tutdular meşəyə. Biraz yol gedəndən sonra cırtdan başladı ağlamağa. Yoldaşlarından biri soruşdu. Ay cırtdan, nə olub? Niyə ağlayırsan? Nənəm məni sizə tapşırıb. Mən çox yorulmuşam. Məni belinizə alın, aparın. Uşaqlar cırtdanı dincəlmək üçün oturdub, özləri odun yığmağa davam etdilər. Sonra hərə özü yığdığı odunu götürüb yola düşdü. Biraz yol gedəndən sonra gördülər ki, hava qaralır və onlar meşədən çıxış yolunu tapa bilmirlər. Uşaqlar çox qorxdular və qabaqlarında iki cığır gördülər. Cığırların biri meşənin dərinliklərinə aparırdı. O biri isə pəncərəsində işıq yanan balaca evə doğru uzanırdı. Uşaqlar, gəlin ev tərəfə gedək. Oradan yolu soruşub kəndimizə gedərik. Uşaqlar cırtdanın sözünə qulaq asıb, gəlib çıxırlar evin önünə. Qapını açanda qəribə bir səs eşidirlər. Qarşılarında böyük bir div gördülər. Div uşaqlarla mehribancasına salamlaşdı və onları evdə gecələməyə dəvət etdi. Amma ürəyindən düşündü ki, Yaxşı oldu. Gecə bunları yeyib qarnımı doyuraram. elə bu an cırtdan dedi. Salam div, biz çox yorulmuşuq. Dadımız duzumuz qaçıb. Gərək biraz yatıb dincələk. Div bu sözləri düşünüb, uşaqları öz yerində yatızdırdı. Gecədən xeyli keçmiş div, uşaqlardan birini xəlvətcə yemək istədi. Yavaşca soruşdu. Kim yatıb, kim oyaq? Hamı yatıb, cırtdan oyaq. Cırtdan, indi niyə yatmırsan? Nənəm mənə hər gecə yatmamışdan qabaq qayğanaq yedirdərdi. Div tez qayğanaq bişirib cırtdana yedirdi ki, bəlkə yatar. Biraz keçəndən sonra div yenə soruşdu. Kim yatıb, kim oyaq? Hamı yatıb, cırtdan oyaq. Cırtdan, indi niyə yatmırsan? Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi. Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Div nə qədər xəlbiri suya salıb çıxardırdısa, xəlbirdə su qalmırdı. Div gedən kimi cırtdan tez yoldaşlarını oyadıb dedi. Bu div bizi yemək istəyir. Nə qədər ki qayıtmayıb, tez durun, qaçaq. Uşaqlar tez qalxıb qaçdılar, çayın o biri üzünə keçdilər. Gecə yuxusuz və yeməksiz qalan div gücünü tam itirmişdi. Uşaqları tutmağa heç taqəti də qalmamışdı. Uşaqlar kəndlərinə qayıdıb əvvəlki kimi sevinclə yaşamağa davam etdilər.